Dünyanı hansı xalqlar idarə edir? Bizim siyasi tariximiz, yaşadığımız böhranlar, keçirdiyimiz təlatümlər, bütün bunlar bir suala cavab axtarmağa bizdən tələb edir. Dünyanı hansı xalqlar idarə edir? Dünyanı hansı ölkələr idarə edir? Əlbəttə burada bizim qəsd elədiyimiz Allahın dünyanı idarə etməsindən məqsəd deyil. Allah Taala müəyyən səbəblərə görə bəzi hallarda dünyada prosesləri səbəb-nəticə əlaqəsinə buraxır. Əsasən elədir. Özünün hikmətinə müvafiq olduğu zaman isə müdaxilə edir. Bəs dünyanı hansı xalqlar idarə edir? Bizdə bir çox insanlar zənn edir ki, dünyanı idarə edən xalqlar süni intellektə malik olanlar, yüksək texnologiyalara malik olanlardır. Amma əslində belə deyək, bu yüksək texnologiyalar, ChatGPT-lər, Facebooklar, YouTube'lar, TikTok'lar və s. bunlar texniki vasitələrdir. Dünyanı idarə edən xalqlar kitab oxuyan xalqlardır. Və nələri oxuyan xalqlardır mən indi bir-bir sıralayacağım. Dünyanı idarə edən xalqlar ilk öncə tarix elmini real bir şəkildə oxuyan və real tarixi tədqiqatlar aparan xalqlardır. Niyə, nə üçün? Onlar tarixi oxumaqla özlərindən əvvəlki imperiyalar necə yüksəldi, hansı səbəblərlə məsələ Roma yarandı, Roma necə yüksəldi, Roma necə böhrana girdi və Roma necə süquta uğradı, bunu öyrənirlər. Cəmiyyətlər özlərindən öncə necə varlandı, hansı səviyyələrə çatdı və o səviyyədən aşağı niyə düşdülər, bunu öyrənirlər. Və tarixin konseptual, dərin, həqiqi, obyektiv, öyrənilmədiyi cəmiyyətlərin dünyanı idarə etməsi mümkün deyil. Baxın ruslara, baxın ingilislərə, baxın çinlilərə. Bunlar tarixi ciddi şəkildə araşdırırlar və böyük və dahi tarixçiləri var bunların və ciddi tarixi tədqiqatları var. Yoxsa qaçaraq hansısa bir status almaq üçün yazılan, bir-birindən köçürülən və elə bir ciddi əhəmiyyəti və mənası olmayan əsərlər yazmırlar. Daha sonra dünyanı fəlsəfə öyrənən xalqlar idarə edir. Fəlsəfə nədir? Fəlsəfə insanın əqli imkanları vasitəsilə səadət axtarışıdır, xoşbəxtlik axtarışıdır. Varlıq sualına cavab vermək axtarışıdır. Yəni fəlsəfi araşdırmalar bir xalqı inkişaf elətdirir. Bir xalqın inkişafına kömək edir. Fəlsəfi axtarışlar. Hansı ölkədəki fəlsəfi axtarışlar, fəlsəfə tədqiqatları güclüdür. Fəlsəfə nə, niyə, nə üçün suallarına verilən cavabların axtarışıdır. Siyasi nəzəriyyələrin əsasını qoyur, hüquqi nəzəriyyələrin əsasını qoyur. Elmi tədqiqat üsulları fəlsəfədə müəyyən edilir. Fəlsəfə oxuyan xalqlar, fəlsəfənin yüksək dərəcədə inkişaf etdiyi xalqlar dünyanı idarə edir. Yenə baxın eyni qaydada ingilislərə, yenə baxın eyni qaydada fransızlara, yenə baxın eyni qaydada almanlara, eyni qaydada ruslara, eyni qaydada çinlilərə. Bugün dünyanın niyə 5 ölkə tərəfindən idarə edildiyini o zaman görəcəksiniz. Daha sonra sosioloji tədqiqatların inkişaf etdiyi ölkələr inkişaf edir, dünyanı idarə edir və dünyada söz sahibidir. Nədir bu? Cəmiyyəti öyrənir o ölkələr. Cəmiyyət daxilindəki münasibətləri. Cəmiyyətin müxtəlif qrupları arasında, məsələn, möminlərlə mömin olmayanların, kasıblarla varlıların, savadlılarla savadsızların, güclülərlə zəiflərin münasibətlərini öyrənir. Yəni, cəmiyyətin problemlərini öyrənir. Bu işləri öyrənən xalqlar dünyanı idarə edirlər. Daha sonra antropoloji tədqiqatlar, insanı öyrənən xalqlar, insanın varlığını, insanın kimliyini, bioloji nöqteyi nəzərdən, ruhsal nöqteyi nəzərdən, sosioloji nöqteyi nəzərdən öyrənən xalqlar dünyanı idarə edir. Yenə baxın eyni xalqlara, baxın ingilislərə, baxın fransızlara, baxın ruslara, baxın almanlara və baxın çinlilərə. Yəni, onu da biləcəksiniz və görəcəksiniz. Daha sonra mədəniyyətşünaslıq tədqiqatları güclü olan xalqlar dünyanı idarə edir. Mədəniyyətlər necə yaranır, mədəniyyətlər necə inkişaf edir, mədəniyyətlər necə köklü bir şəkildə oturur. Daha sonra dini tədqiqatlar, dini araşdırmalar güclü olan ölkələr dünyanı idarə edir. Dinşünaslıq sahəsinin praktik olaraq güclü olduğu ölkələr. O ki, qaldı ChatGPT-yə, yüksək texnologiyalara, bunların hamısı bax, bu istiqamətləri öyrənən xalqların əllərində sadəcə bir vasitədir. Bugün dünyada o qədər ölkələr var, yüksək texnoloji inkişafa sahib olurlar. Amma onlar dünyanı idarə edirlərmi? Dünyanın idarə edilməsində iştirak edirlərmi?
tarix, fəlsəfə, mədəniyyətşünaslıq, sosiologiya, insanşünaslıq və din sahəsində inkişaf etməyən xalqlar, bunlar dünyanı idarə etmə iqtidarında olan xalqlar deyil. Və biz də bu günlər böyük xalq olmaq istəyiriksə, bunu anlamalıyıq. Bizi kiçik işlərlə uğraşdırmağa çalışan bəzi qüvvələrin, bizi böyüməyə qoymaq istəməyən bəzi qüvvələrin bu planlarını anlamalıyıq. Bəsitləşmək, istehlak quluna çevrilmək, ideoloji boşluğa düşmək, həqiqətən dostunu və düşmənini dərk etməmək, müttəfiqi ilə tərəfdaşı arasında fərq qoya bilməmək, tarixi müttəfiqi kimdir, tarixi qonşusu kimdir, tarixi dostu kimdir və tərəfdaşı kimdir, biznes ortağı kimdir, bunun arasında fərq qoya bilməmək bizi böyüdə bilməz. Bax belə əziz dostlar, hamınıza uğurlar.